Bakın dostlar, ne kadar avtomobil var, bakın. Bakın neçə cərgə burada durublar. Gedirəm arxa qapıdan. Arxa qapıdan gedək. Bu artıq ikinci ildir keçirilir. İkinci outletdə. Baxaq görək. Baxaq görək. Heç molda bu qədər adam olmur buradan. Görün outletə gəlir. Ayın 5-nə kimi davam edəcək. 5 Aprel. Baxın, krasovka ilə yaş belə mərmərin üstündə də çox təhlükəlidir gəzmək. Bu elə ki Ramazandan qalıb. Gedək. -2. Nəhayət gəldim, çatdım. Göstərim sizə nə qədər burada adam var. Adamları da çox çəkmək istəmirəm. Malları çəkərəm, görək nə var. Rossmann'da adam çoxdur. Bir də geyinmək üçün. Qazan. Gəlin içinə girək. Belə bir tipdə qazan istərdim. Görən neçəyədir. Onun qiyməti yazılıb görəsən. Mən görmədim. Bu nədir belə doğrayan? Toster var. Bu da doğrayıcıdır. Şu vafelnitsa var. Cemaat da çoxdur, baxın. Qazanı götürmək istəyirəm. Burada Azərbaycan dilində var. Baxın, stop edib baxın. 23 manatdır. Belə naborlar var Rossmann'da. İkili setdən, təkcə çantadır, içi boşdur bu qiymətə. Bunu belə naborlar var. Yani indirimler pis değil ama indirimler adam çoktu diye. Ben böyle eyni vaxtda qiymətdə malı da göstermeye çalışıyorum. Dostlar, birinci girdiğim Rossmann idi. Evde gösterərəm nə almışam. Dəhşət növbə var, dəhşət. Yani heç yaxşı təşkil olunmuyor. Yani ki nə baxa bilirsən düzəməli mallara, nə də ki, yəni ki, kassaya очередь çox böyük izdiham yaradıblar. Cəmi bir kassa qoyublar. Hələ heç yana baxmamışam. Bir dənə Rossmann. Next'a baxaq. Next'ın malları yaxşıdır və görə burada nə var? Детski'də. Детski. Yani ki böyle bir şey yoktu. Bakın, detski uşaq üçün paltar çoxdur, böyük üçün də belə bir şeyler. Mavi halı, xalçalar var. Seven Space. Baxaq nə var. Teklifler var. Dört manatadır. Hansı bir dənəsi 4 manatdır. Bax, bu 18 dənəli görən neçəyədir, indi soruşacağım. Dəst 150 manatdan 90 manata düşüb. Mən bunları sizə çəkirəm. Malları bir-bir çəkə bilməyəcəm. Adam dəhşət çoxdur. Belə dəst var.
Deməli, emal 190'a düşüb. 12 ədəd deyəndə bunlar deyəsən qapaqları da sayırlar. Qəşəngdir, amma bilmirəm, bu dəqiqə bu qiymətə istəmirəm almaq. Çaynik da dəstin içindədir. Pis deyil əslində. Bacım mənə buradan alıb hədiyyə çəkim, bacımdan soruşum. Bundan almışdı. Görün mənə, hədiyyə almışdı mənə. Demək dostlar, bu Seven Space'dan çıxdım. Demişdim də sizə, öyle Baku Electronics'dadır. O marka satılır. Və elə eyni qiymətdir. O Gornitsanın naboru, böyük nabor 350 manatdır. Yox, burada 330'du. Mənə deyir mağazin 350 idi. Bilmirəm, yadımda deyil artıq, amma video çəkmişdim mən oradan. Bəlkə izləyicilərimin kiminsə yadındadır. Bundan 1-2 video qabaqda baxa bilərsiniz, qazan axtarırdım. Orada deməli elə o qiymətə idi. Yəni burada belə 70% endirim falan belə yoxdur. Dükkanda olur ki, bayramlarda bundan çox olur endirim və böyük izdiham yaradıblar. Böyük növbələr. Dekoliv da burada var. Mən Dekoliv Narimanov'daki mağazadan sizə video çəkmişdim. Valla bura uca artıq keçməyə gücüm yoxdur. Cəmaat alır. Bu nədir? Güya bu qədər endirim var burada. Burada Şinici Bata Collins. Baxa. Açıqı taxmışam ki, xırda yazıları görmürəm, qiymətlərə baxmaz qaldı, başımdan düşsün. Bahalı açıqı. Bura gəlmişdim, güya xeyir edeyim, indi açıqımı da sındırsam, vapişiyəm. Belə pencəklərdir. Belə bir paltar var. Məxmər. Bu qiymət. Belə gəlsin. 47 manat, 295'ti deyəsən yazdım. Belə kurtka var. Neçə olur? Güya 600 manat olur. $135 manatdan 40 manata düşür. Çok büyük razmerlər qalıb yəqin. Satılmıyor bunlar. Çok büyük görsənirlər. Waikiki-dir. Bunlar hamısı detskidir uşaq üçün. Uşaq üçün gəlmək istəyirsinizsə, uşaq üçün çoxdur seçim. Bura deyəsən kişilər üçündür. Nə də bunlardır. Dəri mod da var. Yazıb 70%-ədək. Gəlin baxaq. Amma yalnız ayaqqabıdır, çanta yoxdur. $44 manat.
68-70. Yani belədir. Hə, görürsünüz burada yani çox köhnə modellər, düz deyirlər. Şinnicidə o qədər köhnə modellərin çıxardır. Satılmayıb qalıb çıxardılır. Belə. Bəziləri yığıb aparır, bəzi deyir ki, cəmaat burada nə alır? Görürsünüz, hərəyə görədir də. Bəlkə siz nəsə taparsınız. Kimsə gəlir deyir, yox, burada heç nə yoxdur. Qaşlı, maşlı sevən xanımlar. Sonra belə bir şeyler var. Greyder'ın ayaqqabılarını sevirəm. Yaxşı olur, keyfiyyətli. Özüm üçün də alıram. Qardaşım üçün də alıram, muştukoy. Keyfiyyətli olur. Baxaq. Burada çok şey var. Muştukoy saroçkalar var. Altın yıldız. Demə, əvvəl qiyməti nə qədər olub? İndi 48 manatdır. Əvvəl nə qədər olub? Nəysə mən burada görmürəm. Siz görürsünüz dostlar. Ha, burada yazılıb ki 49 olub 45'e. 149 olub 45'e düşür. Yəqin keyfiyyətlidir. Dostlar. Oy, burada deyəsən nəsə avariya olub, yeri tökülübdür. Avtomobilin plasması. Kimin döndürəcəm. Yağış davam edir çox. Bərk yağır. Bütöv yaş oldum, yəni ki, kurtkamdan bilməm necə olub. Vроде бы, yəni kurtkadır da, plyonka materialda necə keçib bütöv koftam yaxşı olub. İnşallah xəstələnmərəm, yəni ki, bu atlet ona dəyməz. Yəni ki, paltar, bütöv hamısı, ayaqqabı, paltar, köynə modellərdir. Belə də endirimini çəkdiklərimə baxın da, nə qədər endirim var. Yəni ki, geyim heç nə almadım. Yalnız Rossmanndan bir qazan, bir dənə göstərərəm sizə evə çatım. Yəni ki, onlara görə dəyərdi bura gəlmək, yox, dəyməzdi. Amma elə olur, cəmaat ayaqqabı alır, tapır özünə. Alanlar vardı, amma mən orada da sizə göstərdim, dedim də, yəni mağazanın özündə endirimlər olur. Demək, Baku Electronics'ın özündə o Gornitsa naboru endirimdə 330 manat idi mən baxanda. Oğlan deyir, yox, indi hal-hazırda endirimdə 350-dir, bunlarda 330-dur. Yəni böyük, yəni outlet endirimidir. Daha heç nə demirəm, yəni ona görə dəyməz bura gəlməyə. Akşehir'den çıxıram. Sizinlə də sağollaşıram. Sağ olun dostlar. Yaxşı hava olsaydı, gəlib burada gəzsəydim, deyərdim heç olma gəldim. Akşehir'də çoxdandır tək gəlib gəzməmişəm, gəzdim. Amma yəni ki, nə gəzməyə olmadı bu yağışda. Burada da yolu bağlayıblar. Biraz ileride gelip dönürəm. Через Xatayı. Buradan sağa döneceğim. Düz
Köprünün altıyla çıkıram Nerimanova. Sağ olun dostlar, salamat kalın. Dostlar, eve geldim. Kazanı açtım. Yadıma düştü ki size söz vermiştim ki bu kazanı göstereceğim. Deməli 3 litrdir. Paslanmayan povatdı yazılıb. Yani bu belə 3 litrelik kazandı. Kenarında böyle gösterilib. Suyu ne kadar tökəcəksiniz. Sonra bu birinci yağ tökmek üçündür, sirke tökmek üçündür eğer salatları. Yani ki sərigəli yağ əlavə edirsiniz, sirke əlavə edirsiniz. İndi açıb sizə göstereceğim. Bu da belə bir traynikdir. Açmaq istəyirəm ki, bunun içini də sizə göstərim. Yani bu belə 2 dənədir içində. Üstündə 15 manat yazılmışdı endirimlə. Öz qiyməti 31 manat. Amma deyəsən çekdə vuranda bunu 11 manat. Bu belədir. Buradan da basırsınız. Bax belə mən getdim. Yağışa düşdüm nə qədər. Cəmi bu da 3 dənə. Çünkü paltarlar hamısı köynə model. Yani ayakkabı, paltar hamısı köynə modellərdir qalıb. Yani belki 10 il qalıblar. Belə deyim. Kimsə nəsə tapırsa nə gözəl. Belə dostlar, gələn videolarda görüşənədək.